Tələbəm Pərvanə xanımla bugün şəhər daxil sürmə dərsimizdeyiz. Pərvanə xanım, demək olar ki, bayaqdan xeyli məsafə qət etmişik sizinlə. İndi şəhərin demək olar ki, mərkəzindəyik. Qabaqda Milli Bank, solumuzda Qış Parkı. Biz qarşıdan, şifordan sola, sonra geriyə dönmə əməliyyat eləyəcəyik. Bax, görürsən, yuxarıda zolaq istiqamət nişanları bildirilibdir. Çox artırma, sıxlıq var, görürsən. Yəni, bu zolaq geriyə dönənlər üçün diqqət elə. Və orada indi baxacağıq. Əgər işıqforla tənzimlənirsə ona riayət etmək lazımdır. Nişanla tənzimlənirsə ona riayət etmək lazımdır. Ümumiyyətlə heç bir nişan yoxdursa bu zaman baxacağıq yerin örtüyünə. Əgər hər ikisi asfalt örtüdürsə bu zaman sağdan qalan üstünlük prinsipinə işləyəcəyik və s. Bax, geri dönmə yeri nişanı əvvəlcədən quraşdırıb sənin üçün. Bax, bu nişan bildirir ki, 8 tondan yuxarıların nəqliyyat vasitələrinin hərəkəti, yəni yük avtomobillərinin hərəkəti sol istiqamətə qadağandır. Yəni 8 tondan çox, 8 ton qadağan eləmir. Görürsən, yerdə yenə çəkilib ox və yuxarıda var. Bax, görürsən, işıqforun köməkçi bölməsində sola geriyə işarəsi yanır. Bax, diqqətlə, solunu yandır. Və əsas bölmədə qırmızıdır. Əsas bölmə qırmızı. Bax, bu zolaqda olanlar üçündür ki, onlar düzünə getmək üçün gözləyirlər. Gecsən, davam elə. Davam elə, gecikmə. Davam elə. Aferin, dön. Dön düş solana, düzəld əlini. Bax, məcburi sola nişan. Solunu yandır. Bu adacıq burada lazım deyil. Qoyublar bilmirəm nə səbəbə. Amma lazım deyil. Əksinə daraldır bu da. Zolaqların istiqaməti. Bax, sağını gözləməlisən, sağını gözləməlisən. Elə dönməlisən ki, düzəlt əlini. Elə döndürməlisən ki, sür, artıq qaz ver. Elə döndürməlisən ki, bu zolağa düşəsən. Əgər o zolağa çıxacaqsan maşının buradan, sağa gözləməlisən. Yəni, burada sağa gözləməyə ehtiyac yoxdur. Birbaşa bu zolağa düşəcəksənsə, gözləməyə ehtiyac yoxdur. Artır sürətini, artır. Amma maşını düzgün radius götürməmisənsə, maşının növbəti zolağa çıxırsa, bu zaman sağdan gələnlər üstündür. Aydındır? İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir. İstiqamət düzünədir. Oldu?